bağışlayan ve mehriban Allah'ın adıyla. Buyurulur ki Hz. Musa aleyhisselam Firavundan qaçarkən bilmirdi ki Allah ona görə dənizi yaracaq. Amma bir şey bilirdi ki Allah onu tək başına yalnız buraxmayacaq. Biz bədənimizin hər bir üzvü ilə, məsələn dilimizlə, gözümüzlə, əlimizlə əməllər edirik. Biz ya bunlarla yaxşı əməllər edirik, yaxud da ki, günah əməllər edirik. Məsələn, əgər dilimizlə Allahı zikr ediriksə, bu zaman savab əməl etmiş oluruq. Yox, əgər dilimizlə yalan danışırıqsa, qeybət ediriksə, bu zaman da günah etmiş oluruq. Və yaxud da əlimizlə bir insana yardım ediriksə, bu zaman savab əməl etmiş oluruq. Və yaxud da bir insana pislik ediriksə, bu zaman da günah iş tutmuş oluruq. Bunlar bizim gözlə görünən zahiri əməllərimizdir. Bunlardan başqa da bizim əməllərimiz var ki, bunlar bizim batini əməllərimiz hesab olunur. Bu əməllər qəlbə aid olan əməllərdir. İnsan bu əməlləri qəlbi vasitəsilə yerinə yetirir. Bugün həmin əməllərdən biri haqqında, bəlkə də ən üstünü haqqında danışacaq. Bir qüdsi hədisdə Allah Rəsulü uca Allahdan soruşur, İlahi, sənin yanında ən üstün əməl hansıdır? Uca Allah buyurur ki, mənim yanımda ən üstün əməl mənə təvəkkül etməkdir. Allaha təvəkkül etmək çox mühüm bir məsələdir. Niyə görə Allaha təvəkkül etmək bu qədər mühüm bir məsələdir? Çünki Allaha təvəkkül etmək insanın imanının göstəricilərindən biridir. Uca Allah Quran-ı Kərimdə buyurur ki, möminlər gərək Allaha təvəkkül etsinlər. Biz gündəlik həyatımızda bir çox məsələlərdə, qarşımıza çıxan problemlərdə kiməsə arxayın oluruq, kiməsə güvənirik. Biz həmin şəxslərə niyə güvənirik? Bilirik ki, həmin şəxslər bizim qarşılaşdığımız problemləri həll etməyə qadirdir. Bizim qarşılaşdığımız problemləri həll etməyi bacarır və biz ona görə də həmin şəxslərə güvənirik. Allaha edilən təvəkkül də bu şəkildədir. Biz əgər Allahı seviriksə, Allahı hər şeyə qadir biliriksə, o zaman Allaha təvəkkül edə bilərik. Demək, biz Allaha təvəkkül edə bilmək üçün Allahı tanımalıyıq. Allahı tanımadan, Allahın necə bir qüdrətə sahib olduğunu bilmədən, Allahın bizi hər daim bizim xeyrimizi istədiyini bilmədən biz Allaha təvəkkül edə bilmərik. Əlbəttə, Allaha təvəkkül etməklə başqalarına arxayın olmağın fərqi var. Bir hədisdə Hz. Əli əleyhissalam buyurur ki, Allaha təvəkkül edən heç vaxt məyus olmaz. Başqa insanlara güvənən isə mütləq şəkildə məyus olar. Bu hədisdə Hz. Əli əleyhissalam bizə bildirir ki, mümin gərək Allaha güvənməlidir, yalnız Allaha təvəkkül etməlidir. Bu o demək deyil ki, biz digər insanlara güvənməməliyik, digər insanlara arxayın olmamalıyıq. Xeyr, sadəcə olaraq biz digər insanlara güvənərkən, onlara arxayın olarkən belə, yenə hər bir halda işin həqiqətində Allaha unutmamalıyıq, Allaha yaddan çıxarmamalıyıq. Ən əsası Allaha güvənib, Allaha təvəkkül etməliyik. Allaha təvəkkül edən insan sanki deyir ki, İlahi, mən sənə təvəkkül edirəm və səni hər şeyə qadir bilirəm. Bütün problemlərimdən, çətinliklərimdən sənə sığınıram, sənin dərgahına gəlirəm. Burada belə bir sual yarana bilər ki, bəs biz bəzən Allaha güvənirik, Allaha təvəkkül edirik, amma işlərimiz bizim istədiyimiz kimi alınmır. Biz Allaha təvəkkül edirik, Allaha dua edirik, amma nəticədə bizim gözlədiyimiz olmur. Bizim gözləmədiyimiz şəkildə hadisələr baş verir. Biz bunu başa düşmək üçün təvəkkülün mahiyyətini və Allahın hikmətini bilməliyik. Uca Allah Quran-ı Kərimdə buyurur ki, siz bəzən bir şey çox sevirsiniz, o sizin çox xoşunuza gəlir, lakin o sizin üçün şərdir. Bəzən də siz bir şey sevmirsiniz, lakin o sizin üçün xeyirdir. Bütün bunları Allah bilir, sizsə bilmirsiniz. Yəni, insan bəzən elə zənn edir ki, görəcəyi iş onun üçün xeyirlidir, lakin həqiqətində isə o insan üçün daha ziyanlıdır. Bütün bunları Allah bilir, çünki Allah qeybi biləndir. Biz isə qeybi bilmədiyimizə görə işlərin həqiqətini bilə bilmirik. Allaha təvəkkül etmək ona görə böyük və üstün əməl hesab olunur ki, Allaha təvəkkül etmək insana təvəzzökarlıq öyrədir. Allaha təvəkkül edən insan əgər bir nəticə, bir uğur qazansa, heç bir zaman təkəbbürlənməz. Çünki bilir ki, ona nəsib olan bu neymət, bu uğur Allah Taalandandır.
Və yaxud da Allaha təvəkkül edən insanın işi alınmasa və istədiyi kimi olmasa, bu zaman da məyus olmur. Məyus olub bir kənara çəkilmir. Əksinə daha da səylə, əzmlə, ümidlə mübarizə aparır. Çünki bilir ki, Allah onu görür və Allah ona gec-tez gözəl bir şəkildə mükafat verəcək. Demək ki, Allaha təvəkkül etmək həyatda ən böyük motivasiyadır. Bir hədisdə buyurulur ki, kim Allaha təvəkkül edərsə, çətinliklər onun üçün asanlaşar. Bəli, ola bilər ki, Allaha təvəkkül etməyimiz bizim çətinliklərimizi asanlaşdırmır, onları dəyişdirmir. Lakin Allaha təvəkkül etmək bizi dəyişdirir. Bizim həmin çətinliklərə olan baxışımızı dəyişir. Allaha təvəkkül etmək bizi ruhən, mənəvi olaraq gücləndirir. Həmin çətinlikləri bizim gözümüzdə sadələşdirir. Əgər bir insan Allaha arxayın olarsa, heç bir çətinlikdən qorxmaz, heç bir çətinlikdən məyus olmaz. Əgər insan Allaha təvəkkül edərsə, hətta Allah yanar odu belə onun üçün gülüstana çevirər. Necə ki, Allah-u Teala Həzrəti İbrahim Peyğəmbər üçün Nəmrudun qaladığı odu gülüstana çevirdi. Gəlin Allaha təvəkkül etməyə çalışaq.